Əziz və çox hörmətli qız bürcləri, torpaq qrupunun ən çalışqan, ən nizam-intizamlı, hər bir detalı incəliyinə qədər görən və həyata inanılmaz bir praktiklik qatan dəyərli nümayəndələri, hər birinizi bu gözəl, ilıq bahar günündə səmimi qəlbdən salamlayıram. Sizin o analitik zəkanız, hər şeydə bir harmoniya və nizam yaratmaq istəyiniz, ətrafınızdakı xaotik dünyanı sahmana salmaq bacarığınız və ən əsası, sevdiyiniz insanlara göstərdiyiniz o səssiz, fədakar qayğınız həqiqətən də bu dünyanı ayaqda saxlayan ən böyük güclərdən biridir. Bugün sizlər üçün böyük bir sevgi və diqqətlə hazırladığım 25 və 31 may tarixlərini, yəni yaz fəslinin o son günlərini əhatə edən həftəlik astroloji proqnozumuzla qarşınızdayam. Dərin bir nəfəs alın, zehninizi gündəlik qayğılardan uzaqlaşdırın və kainatın bu həftə sizin o həssas, mükəmməllik axtaran ruhunuz üçün hansı mesajları, hansı dərsləri və hansı hüzur dolu məqamları hazırladığına birlikdə qulaq asaq. Sizin idarə edici planetiniz olan intellektin və ünsiyyətin simvolu Merkurinin hərəkətləri bu həftə həyatınızın fərqli sahələrinə necə təsir edəcək? Gəlin, heç bir süni bölgü aparmadan günlərin o təbii su kimi axıb gedən axarı ilə bu sualların cavabını birlikdə kəşf edək. May ayının 25-i həftənin ilk günü, yəni bazar ertəsi qapımızı döydüyündə siz özünüzü daxilən böyük bir planlama və nizam yaratmaq istəyi ilə dolu hiss edəcəksiniz. Qız bürcləri üçün yeni bir həftəyə başlamaq, hər zaman yeni bir səhifə açmaq, görüləsi işlərin siyahısını hazırlamaq və hər şeyi öz yerinə qoymaq deməkdir. Bazar ertəsi günü ulduzlar sizin bu təbii enerjinizi tamamilə dəstəkləyir. Səhər saatlarından etibarən iş yerinizdə və ya gündəlik məişət qayğılarınızda hər hansı bir xaosu aradan qaldırmaq, masanızı, sənədlərinizi və ya beyninizdəki düşüncələri kateqoriyalara ayırmaq üçün möhtəşəm bir konsentrasiyaya sahib olacaqsınız. Lakin diqqət etməli olduğunuz kiçik bir detal var. Daxilinizdəki o mükəmməllik axtarışı bugün sizi biraz gərginləşdirə bilər. Əgər ətrafınızdakı insanlar sizin qədər detallara diqqət yetirmirsə və ya işləri sizin istədiyiniz o qüsursuz səviyyədə görmürsə, daxili tənqidçinizin səsini biraz qıfıllamağa çalışın. Unutmayın ki, həyat bəzən öz qüsurları ilə gözəldir. Həmkarlarınızla və ya ailə üzvlərinizlə münasibətdə tənqid edən deyil, yol göstərən və dəstək olan tərəfinizi ön plana çıxarın. Axşam saatlarında isə zehninizi tamamilə boşaltmaq üçün sakitləşdirici bir musiqi dinləmək və ya sadəcə evinizdə sakit bir küncdə oturub dincəlmək günün bütün yorğunluğunu üzərinizdən alacaq. 26 may tarixinə, yəni çərşənbə axşamına addım attığımızda isə göy üzünün enerjisi sizin diqqətinizi daha çox maddi məsələlərə, büdcənizə və gələcəyə hesablanmış maliyyə planlamalarına yönəldəcək. Sizin pulla olan münasibətiniz həmişə ağıllı və ehtiyatlıdır. Siz heç vaxt sonunu düşünmədən riskli xərclər etməzsiniz. Çərşənbə axşamı günü ulduzlar sizə mövcud gəlirlərinizi artırmaq, bəlkə də yeni bir iş sahəsi üzərində düşünmək və ya uzun müddətdir təxirə salınmış bəzi ödənişləri nizamlamaq üçün çox gözəl fürsətlər təqdim edə bilər. İş mühitində zəhmətinizin və fədakarlığınızın qarşılığını almaq, rəhbərliklə gələcək layihələr və maddi şərtlər haqqında danışmaq üçün olduqca əlverişli bir gündür. Sizin o təbii arqument gətirmə bacarığınız və işə olan sadiqliyiniz bu danışıqlarda ən böyük gücünüz olacaq. Şəxsi həyatınızda isə sevdiyiniz insanla birlikdə gələcəyə dair ortaq maddi hədəflər müəyyənləşdirmək, bəlkə də bir ev əşyası almaq və ya gələcək bir səyahət üçün büdcə ayırmaq aranızdakı etibarı daha da gücləndirəcək. Sizin bəxş etdiyiniz o sarsılmaz güvən hissi qarşı tərəf üçün ən böyük hədiyyədir. Həftənin tam ortası olan may ayının 27-si, çərşənbə günü gəlib çatdıqda isə ünsiyyət, yaxın ətrafınızla olan münasibətlər, qardaş-bacılar və ya qonşularla qurulan bağlar ön plana çıxacaq. Bugün idarə edici planetiniz Merkurinin təsiri ilə çox sayda telefon zəngləri ala, mesajlara cavab verə və ya qısa məsafəli, lakin olduqca məhsuldar səyahətlər edə bilərsiniz. Ağlınızda dolaşan o parlaq və praktik ideyaları başqaları ilə bölüşmək, ortaq layihələr üzərində işləmək üçün möhtəşəm bir zamandır. Sözlərinizi elə bir dəqiqliklə və zərifliklə seçəcəksiniz ki, qarşınızdakı insanları inandırmaq çox asan olacaq. Sevgi həyatınızda isə subay olan qız bürcləri üçün bugün sosial şəbəkələrdə, bir təlim mühitində və ya gündəlik yollarda maraqlı, intellektual səviyyəsi yüksək olan bir insanla qarşılaşma ehtimalı olduqca yüksəkdir.
Sizin üçün ağıl və daxili mədəniyyət hər şeydən önəmlidir. Ona görə də qarşı tərəfin sizə göstərəcəyi o dərin hörmət və maraqlı söhbət qəlbinizi isidə bilər. Mövcud münasibətləri olan qızlar isə bugün tərəfdaşları ilə birlikdə maraqlı bir mövzunu müzakirə edə bilər, bəlkə də birlikdə yeni bir kitab oxumağa və ya film izləməyə qərar verə bilərlər. 28 may tarixində, yəni cümə axşamı günü göy üzü sizdən diqqətinizi evinizə, ailənizə və ruhunuzun ən daxili ocağına yönəltməyi tələb edir. Bəzən hər kəsin işini yoluna qoymaq, hər problemi həll etmək üçün o qədər qaçırsınız ki, öz evinizi və daxili hüzurunuzu unudursunuz. Bugün evinizdə vaxt keçirmək, bəlkə də çoxdan bəri yığılıb qalmış o gizli şkafları təmizləmək, artıq sizə xidmət etməyən lazımsız əşyalardan xilas olmaq ruhunuza inanılmaz bir yüngüllük gətirəcək. Maddi olaraq ətrafı təmizləmək sizin zehni olaraq da təmizlənməyinizə kömək edir. Ailə üzvlərinizlə, valideynlərinizlə keçirəcəyiniz keyfiyyətli zaman, onlara göstərəcəyiniz o zərif qayğı aranızdakı köhnə, bəlkə də inciklik yaradan məsələlərin sevgi ilə həll olunmasına şərait yaradacaq. Bugün həm də köklərinizə, keçmişinizə dair bəzi araşdırmalar etmək və ya köhnə fotoalbomları vərəqləmək sizə unudulmuş xoş xatirələri xatırladacaq və daxili dünyanızda dərin bir hüzur yaradacaq. Cümə günü mayın 29-una keçid etdiyimizdə isə yaradıcılıq enerjiniz, həyatdan zövq almaq istəyiniz və daxili uşağınız yenidən oyanacaq. Qız bürcləri adətən hər şeyi çox ciddi qəbul edir və hər an məsuliyyət hissi ilə yaşayırlar. Lakin bu cümə günü ulduzlar sizə artıq biraz da əylən, həyatın sənə təqdim etdiyi o gözəl rəngləri gör deyir. Əgər hər hansı bir hobbiniz, sənətlə bağlı məşğuliyyətiniz varsa, bugün ona vaxt ayırın. Rəsm çəkmək, əl işləri ilə məşğul olmaq, musiqi alətində ifa etmək və ya sadəcə dadlı, yeni bir resept sınamaq sizə inanılmaz bir terapiya kimi təsir edəcək. Sosial həyatınızda isə dostlarınızdan gələcək maraqlı bir görüş təklifi gününüzə rəng qatacaq. Səs-küylü yerlərdənsə daha çox səmimi, sakit və dərin mövzuların danışıldığı dost məclislərinə üstünlük vermək sizə daha çox hüzur bəxş edəcək. Özünüzə biraz sərbəstlik verin və anın dadını çıxarmağa çalışın, çünki siz dincəlməyi və xoşbəxt olmağı hər kəsdən daha çox haqq edirsiniz. May ayının 30-u, həftənin o çox sevilən şənbə günü gəlib çatdıqda isə səma sizin sağlamlığınıza, gündəlik həyat rejiminizə və bədəninizə xüsusi bir diqqət yetirməyin vacibliyini xatırladır. Sizin o həssas bədəniniz daxili gərginliklərinizdən dərhal təsirlənir. Buna görə də bu şənbə gününü tamamilə fiziki və ruhi təmizlənməyə həsr edin. Səhər tezdən oyanıb təmiz havada yüngül bir gəzintiyə çıxmaq, bədəninizi yormadan yüngül idman hərəkətləri etmək sizə çox yaxşı təsir edəcək. Qidalanma rejiminizə bugün xüsusi diqqət yetirin, bədəninizin ehtiyac duyduğu vitaminlərlə zəngin olan, təbii və təmiz qidalara üstünlük verin. Bitki çayları, bol su qəbul etmək bədəninizdəki toksinlərin atılmasına kömək edəcək. Bugün həm də ev heyvanlarınız varsa, onlarla vaxt keçirmək, təbiət qoynunda olmaq ruhunuza sözün əsl mənasında şəfa verəcək. Özünüzə göstərəcəyiniz bu zərif qayğı gələn həftələr üçün daxili enerjinizi tamamilə yeniləyəcək. Və nəhayət, may ayının 31-i, baharın sonuncu günü, bazar günü. Bugün həm həftənin, həm də bütöv bir may ayının yekunudur. Daxilinizdə həm şirin bir sakitlik, həm də qarşıdan gələn o isti və enerjili yay mövsümünə dair xoş bir intizar olacaq. Bazar gününü özünüzlə baş-başa qalmaq, daxili bir hesabat aparmaq üçün istifadə edin. Geridə qoyduğunuz bu may ayı ərzində nələrə nail oldunuz? Hansı işləri uğurla tamamladınız və ən əsası, qarşıdan gələn iyun ayında hansı yeni hədəfləri fəth etmək istəyirsiniz? Bu daxili planlama və hədəf təyini sizin kimi nizamı sevən bir bürc üçün gələcək addımları daha böyük bir inamla və dəqiqliklə atmağa kömək edəcək. Bazar axşamını isə evinizdə ən yaxınlarınızla birlikdə sakit, isti və sevgi dolu bir ailə mühitində keçirmək yeni həftəyə həm ruhi, həm də fiziki cəhətdən tam hazır və enerjili başlamağınızı təmin edəcək. Sizinlə yenidən görüşmək ümidi ilə. Əziz və dəyərli qız bürcləri, bu dolu keçəcək 25-31 may həftəsi sizin üçün daxili dünyanızdakı o möhtəşəm nizam gücünü kəşf etmək, sevdiklərinizlə olan bağları daha da möhkəmləndirmək və özünüzə dəyər verməyin nə qədər vacib olduğunu anlamaq üçün unikal bir dövr olacaq.
Həyatın sizə gətirdiyi hər bir dalğanı öz o bənzərsiz təmkininiz, analitik zəkanız və daxili müdrikliyinizlə necə asanlıqla aşdığınızı görmək həqiqətən heyran edicidir. Özünüzə olan inamınızı əsla itirməyin və o zərif, təmiz işığınızı ətrafınızdakı hər kəsə bəxş etməyə davam edin. Çünki dünya sizin kimi səliqəli, sadiq və sevgi dolu qəlblərə hər zamankından daha çox ehtiyac duyur. Yeni həftənizin sizə bol hüzur, sonsuz bərəkət, can sağlığı və şahanə uğurlar gətirməsini diləyirəm. Bu gözəl astroloji səyahətimizin bu həftəlik sonuna gəldik. Özünüzə və o dəyərli qəlbinizə çox yaxşı baxın. Gələn həftələrin yeni, hüzur və sevgi dolu proqnozlarında yenidən görüşmək ümidi ilə hələlik.